Bismillah. Bürclərin 16-22 mart aralığı həftəlik ən düz proqnozu. 16-22 mart həftəsi üçün bürclərin ən düz astroloji proqnozu belədir. Bu həftə bir çox bürc üçün qərarlar, maliyyə imkanları və münasibətlərdə dəyişikliklərlə yadda qala bilər. Bəzi bürclər şanslı olacaq, bəziləri isə daha diqqətli davranmalıdır. Qoç, bu həftə cəsarət tələb edən qərarlar verə bilərsiniz. İş və pul məsələlərində risk etməzdən əvvəl plan qurmaq lazımdır. Uğurlu günlər 19-22 mart. Məsləhət, tələsməyin, düşünərək addım atın. Buğa, yeni imkanlar və tanışlıqlar mümkündür. Maddi sahədə yaxşı xəbər ala bilərsiniz. Münasibətlərdə istilik artacaq. Əkizlər, bu həftə işdə və ya ailədə müzakirələr ola bilər. Səbirli olsanız vəziyyəti öz xeyrinizə çevirəcəksiniz. Pul kiçik qazanc ehtimalı var. Xərçəng, enerjiniz yüksək olacaq. Planlaşdırdığınız işi başlamaq üçün yaxşı həftədir. Sevgi, köhnə bir insan yenidən həyatınıza qayıda bilər. Şir, karyera və pul mövzusunda yeni imkanlar görünə bilər. Liderlik xüsusiyyətiniz diqqət çəkəcək. Məsləhət, qürur səbəbilə münasibətləri korlamayın. Qız, bu həftə planlarınız dəyişə bilər, amma bu dəyişikliklər sizin xeyrinizə olacaq. Pul, gözlənilməz gəlir mümkündür. Tərəzi, sevgi və münasibətlər ön plana çıxır. Subay tərəzilər üçün tanışlıq şansı yüksəkdir. Məsləhət, qərarsızlıqdan uzaq olun. Əqrəb, maliyyə mövzuları həftənin əsas mövzusu olacaq. Borc və ya investisiya məsələləri gündəmə gələ bilər. Risk, emosional qərarlar verməyin. Oxatan, səyahət, yeni ideyalar və layihələr üçün uğurlu həftədir. Şans, iş təklifi və ya yeni qazanc yolu. Oğlaq, işdə məsuliyyət artacaq, amma nəticəsi də yaxşı ola bilər. Pul, uzun müddətli qazanc planı qurmaq üçün ideal vaxtdır. Dolça, yaradıcı ideyalarınız diqqət çəkəcək. Dostlardan dəstək ala bilərsiniz. Sevgi, romantik sürpriz mümkündür. Balıqlar, bu həftə daxili hissləriniz güclənəcək. İntuisiyanız doğru qərar verməyə kömək edəcək. Məsləhət, sağlamlığa diqqət edin. 16-22 mart həftəsinin ən şanslı bürcləri Şir, Buğa, Oxatan. Ən gərgin bürclər Əkizlər, Əqrəb, Oğlaq.